Salam əziz izləyicilərim, xoş gördük sizləri. Bugün Novruz bayramının simvolu olan dadlı, ləzzətli paxlava resepti paylaşacağım. Çalışacağım bu videoda bütün sirləri asan və başa düşülən bir şəkildə sizlərə başa salım. Heç də çətin deyil. Hər kəs bu reseptlə və ya başqa bir reseptlə paxlavanı hazırlaya bilər. İndi isə keçirəm artıq hazırlanma qaydasına. Əvvəlcə mən şirəni hazırlayıram. Şirəni hazırlamaq üçün mən 500 qram şəkərdən istifadə etdim. Və üzərinə 400 qram 400 ml su əlavə edirəm. Qoyuram üzərinə, ocağın üzərinə qaynamağa. Yarım limonun da suyunu sıxıram, içərisinə atıram və tam gözləyirəm ki, şirə tam qatılaşsın. Şirə tam qatılaşıb həlim vəziyyətinə gələnə qədər qaynadıram. Daha sonra ocağın üzərindən götürürəm, qoyuram soymağa. İndi isə mən qozu fındığı sobada qovurmuşam. Artıq gördüyünüz kimi bacardığım qədər qabıqdan təmizləyirəm və blenderdən keçirdirəm. Blenderdə çox da xırdalamıram mən qoz fındığı. Yəni çox xırdaladıqda onda un kimi olur və paxlavanın listləri də bir-birinə çox yapışır. Biraz iri şəkildə olduqda onda listlər daha yaxşı görsənir. Burada mən 600 qram qoz fındıqdan istifadə etmişəm və üzərinə 600 qram da şəkər əlavə edirəm. Bir dolu xörək qaşığı da hildən istifadə edirəm. Və yaxşı-yaxşı qarışdırıram. Qoz fındıq çox olduğuna görə mən hili də biraz artırdım. Bir xörək qaşığı etdim. Çox da gözəl ətri gəlir. Tam qurtardıqdan sonra qoyuram bir kənara, keçirəm indi isə xəmirinə. Xəmiri üçün mən 200 ml süddən istifadə etdim. 1 çay qaşığı şəkər, 1 paket vanilin və yarım çay qaşığı da quru mayadan istifadə edirəm. Bura əlavə edirəm mən 250 qram otaq temperaturunda kərə yağı, 200 ml smetan 20%li. Deyim ki, bütün ərzaqların hamısı otaq temperaturunda olmalıdır. Və 3 ədəd də yumurtadan istifadə edirəm. Bütün ərzaqların hamısını tam yaxşı-yaxşı qarışdırırım. Gördüyünüz kimi kərə yağı da otaq temperaturundadır və yumşaq olduğu üçün yaxşı qarışdırmaq olur. Və az bir miqdarda yavaş-yavaş unu əlavə edirəm. Yarım çay qaşığı da duz əlavə edirəm və bütün unu yavaş-yavaş əlavə edərək istifadə edirəm. Toplamda 800 qram undan istifadə etdim. Xəmirin kıvamı bu şəkildə olmalıdır, orta yumşaqlıqda. Gözləyirəm 10 dəqiqə xəmir özünə gəlsin. 10 dəqiqədən sonra xəmiri götürürəm. Bu şəkildə uzun bir rulon şəklində edirəm və kiçik hissələrə bölürəm. Və bu hissələrdən də başlayıram kündələr düzəldirəm. Mən 2 ədəd böyük kündə və 9 ədəd kiçik kündə istifadə düzəltdim. Böyük kündələrin biri alta, biri isə üstə olacaqdır. 9 ədəd kiçik kündələr isə orta listlərə edəcəm. Əgər bura qədər videomu izlədinizsə, çox təşəkkür edirəm. Videolarım xoşunuza gəlirsə, bəyən düyməsini basın və yaxınlarınızla bölüşməyi yadınızdan çıxarmayın. Onda mənim də kanalım genişlənir və daha da gözəl videolar qoya bilərəm. Videolarımdan məlumatınız olsun deyə ona görə bəyən düyməsini basdıqdan sonra zili açın ki, yeni videolar qoyduqda sizlərə bildirim gəlsin. Kündələri tam hazırla elədikdən sonra 10 dəqiqə gözləyirəm ki, kündələr özünə gəlsin. Yəni, əgər gözləməsək, onda yaymaq çox çətin olur. Daha sonra götürürəm böyük kündədən başlayıram. Soba qabını artıq kərə yağı ilə yağlamışam, altı yapışmasın deyə. Böyük kündəni yaydıqdan üzərinə əvvəlcə çoxlu un tökürəm. Daha sonra undan istifadə etmirəm. Çünki listlərin undan çox istifadə etdikdə, onda şirəni tökdükdə həlim formasında qatı su əmələ gəlir paxlavada və bu da paxlavanın yaxşı alınmasını qoymur. Ona görə də undan bacardığınız qədər az istifadə edin və əritdiyim 400 qram yağı da birinci listin üzərinə əlavə edirəm. Birinci listin üzərinə yalnız yağ edirəm. Arasına, yəni qoz fındıq içliyi əlavə etmirəm. İkinci yuxanı da yaydıqdan sonra birincinin üzərinə qoyuram və onu da üzərini yağlayıram. İkincidən sonra mən başlayıram içərisinə içlik əlavə etməyə listləri və bir-bir bütün listlərin hamısına içlik əlavə edirəm axırıncı 2 listə qədər.
Bu şəkildə tam hər tərəfinə yayıram. Əvvəlcə yağlayıram, sonra içilik. Bu isə artıq axırıncı listdir. Axırıncı listin üzərini sadəcə yağlayıram və ən böyük kündəni, hansı ki saxladığım kündəni yayıram, üzərinə əlavə edirəm. Və yaxşı-yaxşı hər tərəfini düzəldirəm, üzərindən sıxıram, kənarlarını kəsirəm. Bu şəkildə səliqəli olsun deyə. Tam bu şəkildə etdikdən sonra mən qoyuram paxlavanı soyuducuda hardasa 10 dəqiqə gözlədirəm ki, alt hissə yağı donsun. Daha sonra soyuducudan götürürəm. Bu şəkildə 3 sm enliliyində düz xətlə kəsirəm paxlavaları. İstəsəniz 3 sm yarım da edə bilərsiniz. Mən 3 sm götürdüm. İstədiyiniz formada kəsə bilərsiniz. Daha sonra isə bu şəkildə kəsirəm. Hansı ki, romb formasında olsun paxlavamız. Bu şəkildə kəsirəm hamısını axıra qədər. Tam hamısını kəsib qurtardıqdan sonra bura bir yumurta sarısı və 2 xörək qaşığı da mən süddən istifadə etdim. Yaxşı-yaxşı qarışdırıb paxlavanın üzərinə çəkirəm. Bu şəkildə. Amma mən gördüm ki, yumurta sarısı az oldu. Ona görə bir ədəd də yumurta sarısı əlavə etdim və gördüyünüz kimi rəngi bu şəkildə alındı. Yumurtanı da yaxşı-yaxşı yedizdirirəm xəmirin üzərinə. Və üzərini bəzəmək üçün mən fındıq, qoz və badamdan istifadə etdim. Hər üçündən də istifadə etdim bu şəkildə. Düzdürəm. Düzüb qurtardıqdan sonra qoyuram sobaya, 10 dəqiqə bişirirəm. Bu şəkildə hamısını düzürəm. Bəzəkli bir formada. Necə istəyirsinizsə üzərinə bəzəyə bilərsiniz. Paxlava tam hazırdır sobaya yerləşdirmək üçün. Göstərirəm bir daha sizə. Və yerləşdirirəm sobaya, 10 dəqiqə bişirirəm. 10 dəqiqə keçdikdən sonra sobadan çıxardım. Bu şəkildədir paxlava və yerdə qalan yağı üzərinə əlavə edirəm. Yağı çalışın ki, mütləq tortasını yığasınız. Əgər yağı tortalı birlikdə əlavə edərsinizsə, sobaya qoyduqda torta üzərində yana bilər. O da paxlavanın yaxşı alınmasına qoymaz. Bu da artıq şirədir. Şirəni əlavə edirəm. Yağı üzərinə əlavə etdikdən sonra mütləq 15 dəqiqə qoyuram sobaya. Daha sonra çıxardıram. Şirə soyuq halda, paxlava isə isti şəkildə əlavə edirəm. Artıq paxlavam soyuyub və yığmışam bir qaba, sizə göstərirəm necə alınıbdır. Çox gözəl reseptdir. İzlədiyinizə görə təşəkkür edirəm.